Son vaxtlar insanların ən çox verdiyi suallardan biri də budur. Telefonlarımız bizi gizlicə dinləyirmi? Yəqin sənin də başına gəlib. Dostunla hər hansısa bir məhsul haqqında söhbət eləyirsən. Məsələn, yeni telefon, qulaqçıq və ya oyun kreslosu və bir neçə saat sonra həmin məhsulun reklamı sənin qarşına çıxıb. İnsanlar isə istər-istəməz düşünür. Bu təsadüfdür, yoxsa telefonum həqiqətən məni dinləyirmi? Bu videoda real faktlara, həm insanların təcrübələrinə, həm də texnologiyanın işləmə prinsipinə baxacağıq. Sonda isə ən vacib suala cavab verəcəyik. Telefonlar bizi doğrudanmı dinləyir? İlk olaraq insanların yaşadığı qəribə hallardan danışaq. İnternetdə minlərlə insan eyni şeyi danışır. Onlar bildirirlər ki, internetdə heç vaxt axtarmadığı məhsullar barədə sadəcə danışdıqları anda reklam görməyə başlayırlar. Məsələn, insanlardan biri deyir: "Mən dostumla balıq ovu haqqında danışdım. Həyatımda heç vaxt balıqçılıq məhsulu axtarmamışdım. Amma axşam Instagramda balıq ovu reklamları çıxdı." Başqa biri isə belə yazır: "Anamla xaricə səyahət barədə söhbət etdik. Bir neçə saat sonra qarşıma aviabilet reklamları çıxmağa başladı." Belə nümunələr o qədər çoxdur ki, insanlar artıq ciddi şəkildə inanmağa başlayıbdı. Hətta bəzi YouTube kanallarında bununla bağlı təcrübələr aparılıb. Bir neçə nəfər telefonunun yanında heç vaxt işlətmədiyi sözləri qurmağa başlayıb. Məsələn, it yeməyi, çəhrayı velosiped, ucuz printer. Sonra həmin məhsulların reklamlarını görüb görmədiklərini yoxlayıblar. Bəzi hallarda reklamlar həqiqətən insanların qarşısına çıxıb. Bu isə daha çox şübhə yaradıb. Amma burada çox vacib bir məqam var. Texnologiya şirkətləri, xüsusilə Google, Meta və Apple telefonların istifadəçiləri gizli şəkildə dinlədiyini rəsmi olaraq qəbul etmirlər. Onlar bildirirlər ki, reklam sistemi əsasən axtarış tarixçəsi, baxdığın videolar, girdiyin saytlar, yerləşdiyin məkan, dost çevrən, bəyəndiyin paylaşımlar və davranış analizləri ilə işləyir. Əslində bu sistem o qədər inkişaf edib ki, sənin nə istəyəcəyini səndən əvvəl təxmin edə bilir. Məsələn, sən internetdə oyun videolarına baxırsansa, texnologiya səhifələrini izləyirsənsə və dostların da oyun məhsulları ilə maraqlanırsa, alqoritm sənə oyun kreslosu reklamı göstərmə ehtimalını artırır və sən bunu gördükdə düşünürsən: "Mən bu barədə dünən danışmışdım axı." Əslində isə sistem sənin davranışlarından bunu artıq təxmin etmiş olur. Bəs telefonun mikrofonu necə? İşin ən maraqlı tərəfi də budur. Bəzi tətbiqlər insanlardan mikrofona giriş icazəsi istəyir. Məsələn, TikTok, Instagram, Facebook, Messenger, Google tətbiqləri. Əgər sən bu icazəni vermisənsə, tətbiq müəyyən funksiyalar üçün mikrofondan istifadə edə bilər. Məsələn, səsli mesaj, video çəkilişi, səsli axtarış, canlı yayım və s. Bu da insanlarda haqlı olaraq şübhə yaradır. Bəlkə fon səsindən məni dinləyirlər. Amma burada da böyük bir problem var. Əgər milyonlarla telefonu gizli şəkildə davamlı dinləsəydilər, batareya çox sürətli azalardı, internet trafiki artardı. Təhlükəsizlik araşdırmaları bunu aşkar edərdi və indiyə qədər bununla bağlı tam sübut ortaya çıxmayıb. Kiber təhlükəsizlik üzrə çalışan bəzi mütəxəssislər bildirirlər ki, İnsanların çoxu reklam sistemlərinin gücünü kiçik hesab eləyir. Çünki alqoritmlər kimlə danışdığını, hansı mövzulara maraq göstərdiyini, hansı videolara baxdığını, hansı şəhərdə yaşadığını, neçə yaşında olduğunu, nə alma ehtimalının böyük olduğunu təxmin eləyə bilir. Yəni bəzən telefonun səni dinlədiyini düşündüyün halda, əslində sistem səni çox yaxşı analiz etmiş olur. Lakin bu o demək deyil ki, təhlükə yoxdur. Çünki telefonlar həqiqətən çox məlumat toplayır. Yerləşdiyin məkan, tətbiq istifadən, maraq dairən, axtarışların, kontaktların, hətta gün ərzində nə qədər aktiv olduğun. Bu məlumatlar reklam sistemləri üçün çox dəyərlidir. Ona görə də telefonunuzda gizlilik ayarlarını yoxlamaq çox vacibdir. İstifadə etmədiyin tətbiqlərin mikrofon icazəsini bağla, məkan girişini məhdudlaşdır, reklam fərdiləşdirməsini söndür və ən sonda isə istifadə etmədiyin lazımsız tətbiqləri sil. İndi isə əsas suala gələk. Telefon həqiqətən bizi dinləyirmi? Hazırda buna dair tam və rəsmi sübut yoxdur. Amma telefonların və tətbiqlərin bizim haqqımızda çox böyük məlumat topladığı isə tam həqiqətdir və bəzən bu məlumatlar o qədər dəqiq analiz olunur ki, insan özünü izlənilmiş kimi hiss eləyir. Bəlkə də məsələ gizli dinləmədən çox texnologiyanın bizi düşündüyümüzdən daha yaxşı tanımasıdır. Ənənəyə sadiq qalaraq videonu sualla bitirək. Səncə bu təsadüfdürmü? Yoxsa telefonlar doğrudanmı bizi dinləyir? Bununla bağlı fikirlərinizi şərhdə yazın. Əgər videonu bəyəndinizsə, bəyənməyi və gələn videolardan da xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşənədək.